Dərsimiz sizin üçün bir növ bütün məktəbə qədər kurikulum sənədinin təkrarı olacaq. Bizə çətinlik yaradan əsas açar məqamlara baxacağıq burada. Bir daha təkrar eləyəcəyik çünki müəllimlərin əksəriyyəti daha çox hiss eləyirəm ki, bu hissə ilə bağlı müəyyən çaşqınlıqlara yol verirlər test işləyərkən filan. Bugün bunların hamısına təkrarən bir baxıb, həm biliklərimizi yeniləyəcəyik, həm də başa düşməyən məsələlərin hamısına bir daha sizin üçün izah gətirəcəm. Və onu da qeyd edeyim ki, müəllimlər, siz xatırlayırsınızsa, ilk dəfə noyabr qrupusuzda siz. Noyabr qrupuna mən söz vermişdim ki, hər bölmənin sonunda ümumiyyətlə imtahan tipli elektron qaydada, yəni link göndərəcəm sizə. Elektron qaydada testlər tərtib edəcəm. İndi qarşıdan yeni il gəlir. Bir çox müəllimənin başı bilirəm ki, yeni il hazırlığına qarışıb, tətildir filan. Tətildən dərhal sonra mən sizə 60 suallıq, 60 ballıq tam imtahan tipli suallardan ibarət həm situasiya, həm qarşılıq tipli testlər, həm uyğunluq tipli testlər, həm orada qarşılaşdırma doğru yanlış tipli testlər olan ümumi bir sınaq göndərəcəm. Amma həmin 60 suallıq sınaq olacaq sırf bizim keçdiyimiz mövzulara aid suallar. Yəni keçmədiyimiz mövzulardan düşməyəcək. Bugünə qədər sizinlə nə keçmişiksə, xüsusən də kurikulum hissəsindən imtahan tipli bayramdan sonra 60 ballıq link göndərəcəm. Girib onu edərsiniz və özünüz sonda baxarsınız ki, hər birinizin imtahan balı üzrə neçə balı oldu. Və bu bir növ bizim ümumi biliklərimizi dəyərləndirməyə də kömək edəcək. Deməli, müəllimlər, baxaq, biz sizinlə məktəbə qədər kurikulumdan bilirsiniz ki, bütün mövzuları artıq yekunlaşdırmışıq, baxmışıq və kurikuluma başlayanda bizim ilk mövzumuz inkişaf sahələri ilə bağlı idi. Və mən sizə demişdim ki, burada kurikulum 3 hissədən ibarətdir: məzmun, metodika və qiymətləndirmə. İndi baxacağıq ki, ümumiyyətlə məktəbə qədər kurikuluma bu 3 hissəsinə hansı məsələlər daxildir, özündə metodik hissədə alt standartlarla bağlı nələri özündə ihtiva eləyir. Müəllimlər, deməli xatırlayaq ki, birinci növbədə indi əsas açar məqamları vurğulayacağam bütün kurikulum sənədi üzrə. Siz də öz qeydiyyatlarınızı aparın və hər hansısa bir sualınız yaranarsa deyərsiniz. Deməli, biz demişdik ki, məktəbə qədər təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsidir. Və təhsilin ilk pilləsi olaraq fərdin, yəni uşağın, cəmiyyətin və dövlətin maraqları nəzərə almaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahələrindən biridir. Və həmçinin məktəbə qədər kurikulumda göstərilir ki, biz burada əsasən uşaqları 4 inkişaf sahəsi üzrə inkişaf etdiririk. Bütün inkişaf sahələri bir-biri ilə vəhdətdə təşkil olunur. Hər bir istiqamət üzrə müəyyən alt standartlar tərtib olunub ki, onun əsasında uşaqları bilik və bacarıqlara çatdırırıq. Həmçinin məktəbə qədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində, deməli, nə dedik? Əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafı, həmçinin onların psixoloji dayanıqlılığının, estetik tərbiyəsinin, sadə əmək vərdişlərinə yiyələnməsinin, ətraf aləmə, şəxsi sağlamlığın qorunmasına həssas və şüurlu münasibətinin formalaşdırılması məhz məktəbə qədər təhsil dövründə qoyulur. Deməli, əgər sizdə belə bir sual gəlsə ki, məktəbə qədər təhsilin neçə komponenti var, biz bir mənalı olaraq nəyi qeyd edirik? Qeyd edirik ki, məktəbə qədər təhsilin 2 komponenti var. Biri qayğı, digəri isə təhsil. Biz uşaqlara burada həm məktəbə qədər təhsil pilləsində nəzərdə tutulan bilik və bacarıqlara yiyələndirməklə yanaşı, həm də onların qayğısına qalırıq. Həmçinin məktəbə qədər təhsil uşaqların milli, mənəvi və bəşəri dəyərlər ruhunda, dövlət maraqları və Azərbaycanlıq məfkurəsi, Azərbaycançılıq anlayışı əsasında tərbiyə olunması istiqamətində iş görürük və işimizi buna uyğun qururuq. Bu oldu ümumilikdə məktəbə qədər təhsilin haqqında ümumi bir məlumat ki, Azərbaycanda məktəbə qədər təhsil özündə nəyi ehtiva edir. Və digər tərəfdən biz sizinlə keçdik məktəbə qədər təhsil kurikulumundan inkişaf sahələrinin xarakteristikası. Nə demişdik müəllimlər? Məktəbə qədər yaşlı uşaqların tam bir şəxsiyyət kimi formalaşdırılması üçün bizə lazımdır 4 inkişaf sahəsi, hansı ki o inkişaf sahələri üzrə uşaqları inkişaf etdirəndə uşağın inkişafı da, şəxsiyyəti də
yüksələn xətt üzrə gedir, dövlətin qoyduğu tələblər əsasında gedir. Deməli, birinci inkişaf sahəmiz hansı idi? Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. İkinci inkişaf sahəmiz idrakin inkişafı, üçüncüsü estetik yaradıcı inkişaf və dördüncüsü sosial, emosional inkişaf. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik inkişaf sahəsinə nələr daxil idi müəllimlər? Deməli, burada adından da göründüyü kimi uşaqların sağlam şəkildə böyüdülməsi, həmçinin onların fiziki inkişafının davamlı və ahəngdar formada qoyulması nəzərdə tutulurdu ki, bunun içərisinə də fiziki, hərəki inkişafla bağlı, bununla yanaşı daxil idi uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsi də. Bura baxın, uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsi. Deməli, bunun içərisində nələr daxil olacaq? Sanitar gigiyenik qulluğun təminatı, sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi. Burada baxın, sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi müəllimlər aiddir məşğələdən kənar fəaliyyətlərə. Məşğələ daxilindəki fəaliyyətlərə aid deyil. Hər zaman harda sağlamlaşdırıcı tədbirlərlə bağlı hava, günəş və sudan geniş və düzgün istifadə olunmasını görsək, biz bunu məşğələdən kənar fəaliyyət kimi qiymətləndirəcəyik. Həmçinin demişdik ki, bura daxildə artıq onların rasional, balanslı qidalanması, gimnastika, düzgün gün rejiminin təşkili, yuxu, asudə vaxt, təlim prosesi, rifah hissədə indi gələcəkdə biz sizinlə gün rejiminin təşkil olunması ilə bağlı keçəcəyik, yuxu rejiminə, keçidlərin təşkil olunmasına, asudə vaxtın təşkilin məsələlərinə bir daha rifah hissədə baxacağıq. Və bir də dedik ki, fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik inkişaf sahəsinə nə daxil idi? Böyük, kiçik və hissi motor hərəkətlərin inkişafı. Deməli, böyük motorika, kiçik motorika və sensomotor tərbiyə, sensomotor inkişaf daxildir fiziki inkişaf sahəsinə. Lakin burada bir ayırd edici özəllik var idi müəllimlər. Bir açar məqamı sizə demişdim ki, sensomotor tərbiyə, sensomotor inkişaf təkcə fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik məzmun xətti ilə əlaqələndirilə bilməz. Bura həm də daxildir idraki inkişaf. Çünki sensor tərbiyə vasitəsilə uşaq əşyalara toxunduqca, öyrəndikcə həmin əşyaların xüsusiyyətini, onun beynində də bir növ emal prosesi gedir, uşaq öyrənir və qərarları uşaq hər zaman beyinlə verir. Burada demək ki, sensomotor tərbiyə həm də idrakin inkişafı ilə bağlı idi. Digər tərəfdən idrakin inkişafı, inkişaf sahəsinə baxanda biz nə gördük sizinlə? Dedik ki, burada məqsəd uşağın əqli maraqlarının, tələbat və bacarıqlarının, emosional hissi təcrübə əsasında elementar tədqiqatçılıq fəaliyyətinin formalaşdırılması. Baxın, bura diqqət yetirin müəllimlər. Nə görürük burada? Sensor, baxın, nitq inkişafı, idraki qabiliyyətlərin, yəni müqayisə etmək, fərqləndirmək, ümumiləşdirməyi bacarmaq, ətraf aləm haqqında ilkin təsəvvürlərin və anlayışların formalaşması da bu hissəyə daxildir. Baxın, sensor fiziki inkişafda da var idi, sensor idraki inkişafda da var. İndi gələcəkdə sizə situasiya sualı düşəndə, baxın ki, orada əlaqələndirilmə, əqli proseslə, yəni uşaq beynində nəyəsə qərar verməsi ilə bağlıdır, yoxsa sadəcə fiziki hərəkətləri yerinə yetirməsi ilə bağlıdır. Çünki burada bir çaşdırıcı məqam düşə bilər deyə ehtimal eləyirəm mən. Əgər idraka qulluq edirsə, sensor tərbiyə həmin situasiyada biz idraki inkişaf sahəsi ilə bağlı götürəcəyik, yaxşımı? Və burada uşaqlar əsasən hansı bacarıqları, qabiliyyətləri öyrənirlər? Müqayisə etmək, fərqləndirmək, ümumiləşdirmək və s. Daha sonra dedik ki, estetik yaradıcı inkişaf sahəsidir. Burada da məktəbəqədər yaşlı uşaqlarda bədii hisslər, baxın, bədiiliklə bağlı, zövqlə bağlı, bədii yaradıcılıqla bağlı nə varsa, hamısı estetik yaradıcı inkişaf sahəsinə daxildir. Həm də uşaq əşyalardan, müəyyən bir əşyalardan yeni nəsə yaradırsa, içərisində bir yaradıcılıq varsa, bu da estetik yaradıcı sahəyə daha çox daxil olur. Niyə görə? Baxın, burada idraki sahə ilə bəzən müəllimlər qarışdırırlar. Amma siz qarışdırmayın müəllimlər. Baxın, deməli, biz estetik yaradıcı inkişafa baxsaq, sahənin içərisində, kurikulum sənədində, bunları mən sizə öz göndərdiyim PDF-lərdə demişdim. Amma istədim ki, bir də kurikulum sənədinin özünün üstündə bir təhlil eləyək ki, hər hansısa bir boşluğumuz qalmasın. Çünki bu hissələr çox vacibdir. Baxın, deməli,
Yaradıcı əməli fəaliyyət prosesində uşaqda yaradıcı təxəyyül, təfəkkür, ünsiyyət bacarıqları, digər insanların mövqeyini qəbul etmək bacarığı yaranır və inkişaf edir. Düzdür? Deməli, nədir burada müəllimlər? Yaradıcı əməli fəaliyyət həm də yenə də baxın, təxəyyül də bir idraki prosesdir, təfəkkür də idraki prosesdir. Ünsiyyət sosial-emosional bir prosesdir. Amma baxın, yaradıcı əməli fəaliyyət varsa, bu daxildir nəyə? Estetik, yaradıcıya. Digər tərəfdən sosial-emosional inkişaf sahəsi. Burada əsasən bunun sözünün belə deyək, canı, bütün burada sosial-emosional inkişaf sahəsinin kökü ondan ibarətdir ki, əsasən məktəbə qədər yaşlı uşaqlarda sosial-emosional keyfiyyətlərin vəhdətdə inkişaf etdirilməsidir. Burada nə daxildir? Birinci növbədə müəllimlər, əgər situasiyada qarşımıza çıxırsa ki, uşağın öz hisslərini tanıması, keçirdiyi emosiyaları adlandırması, mən kədərliyəm, mən sevincliyəm, mən cəsarətliyəm. Bax, bu özünü tanımadır. Özünü tanıma, öz hisslərini tanıma və təsvir etmə deməkdir. Və bu da daxildir. Söhbət hisslərdən gedirsə, hissləri qavramaqdan gedirsə, buna digər tərəfdən özünü tanıma da deyirlər. Özünü tanıma da deyirlər. Bu baş verir hansı sahə daxilində? Sosial-emosional inkişaf sahəsi daxilində. Və sosial-emosional inkişaf vasitəsilə uşaqlarda insanlara qarşı münasibətdir, xeyirxahlıq, qayğıkeşlik, qarşılıqlı yardım, başqasının dərdinə şərik olma. Hətta burada siz belə bir söz də görə bilərsiniz. Münaqişələrin həlli. Bunun digər adı konfliktlərin həllidir. Rifah hissədə buna yenə baxacağıq. Pedaqoji etika hissədə də biz bu məsələyə yenə bir də baxacağıq. Amma münaqişənin həlli, konfliktlərin həlli söhbət gedirsə, bu da daxildir sosial-emosional inkişaf sahəsinə ki, bu hissələrdən daha çox sual düşəcəyini mən ehtimal eləyirəm və burada ünsiyyətin köməyi ilə uşaqlarda hansı bacarıqlar bir də formalaşır? Baxın, açar sözlərinə. Birgə fəaliyyət, şəxsiyyətlər arası əlaqələr, deməli nə? Əməkdaşlıq, deməli komanda işi, böyüklərə hörmət, yaşıdlarına güzəşt, qarşılıqlı təsir və qarşılıqlı anlaşma burada təmin olunur. Bizim digər bir mövzumuz isə sizə müəllimlər, müxtəlif fəaliyyət növləri üzrə uşaqların inkişafı idi. Burada biz baxdıq, nə dedik? Dedik ki, əsas açar məqamları bundan ibarət idi ki, məktəbəqədər təhsildə iki istiqamət üzrə gedir daha doğrusu fəaliyyət növləri. Bir, erkən inkişaf dövründə tətbiq etdiyimiz fəaliyyətlər, digər fəaliyyətlər isə müəllimlər hansıları idi? Məktəbəqədər təhsil dövründə, yəni 3-6 yaş dövründə gedən fəaliyyətlər. Bu nə deməkdir? Bu o deməkdir ki, 1-3 yaş dövründə, erkən inkişaf dövründə müəyyən fəaliyyətlər var ki, bu yaş dövründəki uşaqlara tətbiq olunur, amma müəyyən fəaliyyətlər də var ki, bu tətbiq olunur 3-6 yaş dövrünə, yəni məktəbəqədər təhsil dövrünə. Erkən yaş dövründə, erkən inkişaf dövründə bizim əsasən istifadə etdiyimiz fəaliyyət, ən başlıca fəaliyyət hansı idi müəllimlər? Əşyavi, manipulyasiv fəaliyyət. Daha sonra ünsiyyətin əsasının qurulması, birgə fəaliyyət əgər varsa, erkən inkişaf dövründə müəllimlər, 1-3 yaş dövründə, mütləq şəkildə siz onun qabağında bu ayırd edici sözü görəcəksiniz. Böyüklərin rəhbərliyi altında birgə fəaliyyət. Çünki məktəbəqədər təhsil dövründə, 3-6 yaş dövründə artıq burada biz müstəqil fəaliyyət, sərbəst fəaliyyət sözünü daha çox görəcəyik. Amma böyüklərin rəhbərliyi altında birgə fəaliyyət aiddir erkən yaş dövrünə, erkən inkişaf dövrünə. Daha sonra özünə xidmət əməyi və məişət əşyaları ilə fəaliyyət, musiqinin, nağılın, şeirin, şəkillərin məzmununun qavranılması məqsədi ilə təşkil olunan fəaliyyət, həmçinin hərəki, fəallıq bu yaş dövrünə aid idi. Bəs məktəbəqədər təhsil dövründə 3-6 yaşlı uşaqlarda hansı fəaliyyət növləri var idi? Biz burada rast gəlirik. Əsasən, baxın, oyun. Erkən inkişaf dövründə biz oyun fəaliyyəti görmürük və məşğələlər də burada necə təşkil olunurdu? Oyun məşğələ formasında. Burada erkən inkişaf dövründəki oyun sökülüb yığılan hərəkətli oyuncaqlarla oyun məsələsidir. Məktəbəqədər yaş dövründən fərqləndirən xüsusiyyəti budur ki, burada sökülüb yığılan və hərəkətli oyuncaqlarla oyundan söhbət gedir. Deməli, bu nə oldu?
Əşyavi manipulyasiv fəaliyyət, yəni əşyalarla manipulyasiya edən, əşyaları manipulyasiya edərək hərəkətlər edən bir fəaliyyət. Amma məktəbə qədər təhsil dövründə oyuna artıq uşaqların bir növ özləri daxil olur. Əşyalarla yox, uşaqlar bir-birləri ilə oynayır. Əgər orada əməkdaşlıq varsa, əgər orada qarşılıqlı bir uşaqların öz arasında, həmyaşıdları arasında qarşılıqlı bir fəaliyyət, əməkdaşlıq əsasında, ümumi bir hədəf uğrunda bir fəaliyyət varsa, deməli, bura nə daxildir? Oyunun daxilində gedir bütün bu məsələlər. Həmçinin ünsiyyət fəaliyyəti, elementar tədqiqatçılıq, bədii nümunələrin dərk edilməsi ilə təşkil edilən fəaliyyətlər, əmək fəaliyyəti, təsviri fəaliyyət, musiqi, hərəki fəallıq fəaliyyət növləri bura daxil idi. Hər bir fəaliyyət növləri arasında ayırdedici sözləri də, açar sözləri də və özümün sadələşdirdiyim PDF-i də sizə göndərmişdim. Bir daha əgər vaxtınız olarsa bu tətil günlərində bunu oxumağı tövsiyə eləyirəm sizə fəaliyyət növləri üzrə. Daha sonra biz sizinlə baxmışdıq məktəbəqədər təhsilin məzmununu müəyyənləşdirən didaktik prinsiplərə. Bizim neçə prinsipimiz var idi müəllimlər? 9 didaktik prinsipimiz var idi. Məktəbəqədər təhsildən söhbət gedir. Didaktika sözünün mənasını mən sizə izah etmişdim ki, öyrənmə prosesi, öyrənmə ilə bağlı olan məsələlər bura daxildir. Öyrənmək didaktik bir prosesdir. Yəni, idraki fəaliyyətlə bağlıdır. Deməli, didaktik prinsiplər öyrətmə prosesi ilə bağlı olan prinsiplər hansılardır? Yəni, biz öyrətmə prosesimizi, öyrətmə fəaliyyətimizi hansı prinsiplərə əsasən qururuq? Baxın, sizə sertifikasiyanın müsahibə mərhələsində belə bir sual gəlir. Didaktik prinsiplər sözündən istifadə etməzlər. İstifadə edərlər ki, məktəbəqədər təhsildə öyrənmə prosesi, müəllimlər, hansı prinsiplər əsasında qurulur? Öyrənmə sözü bərabərdir didaktika sözünə, müəllimlər. Burada özümüzü çaşdırmayaq. Öyrənmə sözü bərabərdir didaktika sözünə. Hansı öyrənmə prinsipləri var? Öyrənmə hansı prinsiplər əsasında qurulur? Biz də sadalayırıq. Nəticə yönümlülük prinsipi əsasında qurulur. Nəticə yönümlülük prinsipi. Bu, təhsilin məzmununun nə demişdik? Əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında qurulmasıdır. Yəni, əvvəlcədən biz özümüzə hədəflər təyin edirik və həmin nəticəyə çatmaq üçün bütün planlaşdırma işimizi qururuq. İkinci prinsipimiz uşaq yönümlülük. Buna uşaq mərkəzlilik də deyirdilər müəllimlər. Burada təlim-tərbiyə prosesinin bilavasitə, baxın açar sözlərinə, uşağın meyil və marağının, uşağın təhsil tələbatının ödənilməsinə, onun istedadının, uşağın potensialının reallaşdırılmasına və inkişaf etdirilməsinə yönəldilməsidir. Bəs şəxsiyyət yönümlülük prinsipimiz bizə nə deyirdi? Deyirdi ki, uşaqlarda zəruri həyati bacarıqların, bura fikir verin müəllimlər, həyati bacarıq və yaxud dəyərdən söhbət gedirsə, bu aiddir şəxsiyyət yönümlülük prinsipinə. Digər tərəfdən, baxın, həyati bacarıq deyəndə müəllimlər bəzən çaşdırır. Baxın, ünsiyyət, əməkdaşlıq, böyüklərə hörmət, birgə fəaliyyət. Baxın, bir var, bax, mən sizə bunu belə izah edeyim həyati bacarıqlarla bağlı. Bir var bizim sərt bacarıqlarımız, buna ingilis dilində hard skills deyilir. Əslində oradan gəlir bu məsələnin kökü oradan gəlir. Burada deyir ki, bizim profesional, peşəkar bacarıqlarımız. Məsələn, müəllim olaraq bizim peşəkar bacarıqlarımız hansıdır? Deyək ki, biz doğru plan tərtib edə bilirik, doğru məşğələ icmalı yaza bilirik, qanunu bilirik, işimizi planlaşdırmağı bilirik, nizamnaməyə uyğun fəaliyyətimizi qururuq və s. və ilaxır. Bunlar bizim profesional bacarıqlarımızdır, peşəkar bacarıqlarımızdır. Bir də var yumşaq bacarıqlar. Yumşaq bacarıq isə həyati bacarıqlar deməkdir. Baxın, insanlarla ünsiyyət qurmaq, insanlarla empatiya qurmaq, əməkdaşlıq qurmaq. Bunlar hər nə qədər bizim peşəkar həyatımızda, profesional həyatımızda istifadə etdiyimiz bacarıqlar olsa da, daxildir həyati bacarıqlara. Yəni, həyati bacarıq deyəndə insanlarla ünsiyyət qurmaq, onlarla düzgün danışmaq, düzgün fikrimizi düzgün çatdırmaq, özümüzü düzgün ifadə etmək, əməkdaşlıq etmək kimi bacarıqlar. Və bir də var dəyərlər. Böyüklərə hörmət, mənəvi dəyərlər, vicdanlılıq.
Bu kimi məsələlər, dəyər deyəndə bizim ağlımıza nə gəlir? Bu məsələlər hamısı bu dəyərlərə daxildir və içərisi də daxildir hansı prinsipimizə? Əlbəttə ki, şəxsiyyət yönümlülük prinsipimizə. Daha sonra inkişaf yönümlülük prinsipi. İnkişaf yönümlülük prinsipi, baxın müəllimlər, bura diqqətlə baxın. Burada müəllimlər adətən inkişaf yönümlülük prinsipini qarışdırırlar varislik prinsipi ilə. Bunun bir də bugün təkrar izahını sizə verəcəm ki, ikisinin arasındakı fərq nədən ibarətdir. Didaktik prinsiplərdən olan inkişaf yönümlülük prinsipimiz uşaqların idrak fəallığının, təhsil nailiyyətlərinin davamlı təhlili və qiymətləndirilməsi yolu ilə onların bilik, bacarıq və vərdişlərinin inkişafının təmin olunmasıdır. Baxın, birinci növbədə burada söhbət nədən gedir? Əgər inkişaf yönümlülük prinsipindən söhbət gedirsə, burada müəllimin bir qiymətləndirməsi var. Müəllim də kimi qiymətləndirir? Müəllim qiymətləndirir uşaqları. Düzdür? Deməli, əgər uşaqların izlənilməsi, dəyərləndirilməsi, müşahidəsi varsa və onların bacarıqlarının hansı səviyyəyə gəlib çatıb, bunun analizi və təhlili varsa situasiyada, qiymətləndirilmə ilə bağlı, birbaşa olaraq daxildir müəllimlər nəyə? İnkişaf yönümlülük prinsipinə daxildir. Deməli, inkişaf yönümlülük prinsipində uşaqların qiymətləndirilməsi, müəllim tərəfindən qiymətləndirilməsi var. Amma inkişaf yönümlülük prinsipində burada gündəmdədir uşaqlar. Uşaqlar birinci növbədə götürülür. İndi deyəcəyik ki, niyə? Çünki inkişaf kimdə o? Baxın, adına baxın da prinsipin. İnkişaf yönümlülük. Kimin inkişafından məktəbə qədər təhsildə söhbət gedə bilər? Əlbəttə ki, uşaqların inkişafından söhbət gedə bilər, düzdürmü? Yəni, uşaqların idrak fəallığına biz fikir veririk ki, nə dərəcədə artıb və yaxud azalıb. Bunu da hansı yolla biləcəkdik? Qiymətləndirmə yolu ilə. Yəni, uşaqların inkişafını izləyib, müşahidə edib, təhlil edib müəyyən bir nəticəyə gələrək qərar veririk ki, bizim uşaqlarımızın idrak fəallığı hansı səviyyədədir? Baxın, onların bilik, bacarıq və vərdişlərinin inkişafı nə dərəcədə təmin olunub? Baxın, bunlar inkişaf yönümlülük prinsipinin əsas açar sözləridir. İndi keçirəm varislik prinsipindən, daha sonra tələb yönümlülüyə qayıdarıq. Çünki varisliklə müəllimlər inkişaf yönümlülüyü qarışdırır. Varisliyə baxaq müəllimlər. Varislik prinsipimiz bizim növbəti didaktik prinsipimizdir. Baxın bura. Tərifinə. Müəyyən edilmiş yaş qrupları üzrə tətbiq edilən təhsil proqramlarının məzmun və mahiyyət etibarı ilə bir-birini tamamlaması. İndi qayıdıram inkişaf yönümlülüyə. Burada söhbət nədən gedirdi? Müəllim uşaqları müşahidə edib, qiymətləndirib, nəticələri təhlil edərək qiymət verirdi ki, uşaqların idrak fəallığı hansı səviyyədədir, uşaqların bilik və bacarığı hansı səviyyədədir, bizim uşaqlarda formalaşdırdığımız vərdişlər hansı səviyyədədir. Deməli, bütün proses inkişaf yönümlülükdə kimin üzərində gedirdi? Uşaqların üzərində gedirdi. Amma varisliyə baxın. Burada, məsələn, burada niyə görə qarışdırırlar müəllimlər? Çünki uşaqlarda sadədən mürəkkəbə doğru inkişaf eləyir. Uşaq birdən-birə mürəkkəb səviyyəyə gəlmir ki, düzdür? Təhsil proqramı da varislik prinsipində sadədən mürəkkəbə doğru inkişaf edir. Biz indi situasiyada əsas çaşdırıcı məqamlar nə ola bilər? Əgər söhbət sadədən mürəkkəbə məsələsi uşağın özünün üzərində təcrübə olunursa, yəni uşağın özünün inkişafı ilə bağlıdırsa, deməli bu inkişaf yönümlülük olacaq. Yox, əgər sadədən mürəkkəbə sözü təhsil proqramının, yəni bizim alt standartlarımızın, təlim məqsədlərimizin, məşğələlərimizin, yəni sənəd üzərində yazılan şeylərin, söhbət varislik prinsipi sənədin üzərinə yazılan məsələlərdən gedir. Yəni proqramdan, bizim sənədimizdən, kurikulumumuzdan, təhsil proqramımızdan. Deməli, burada müəllimlər müəyyən edilmiş yaş qrupları üzrə tətbiq edilən təhsil proqramlarının bircə saniyə
Aha. Tətbiq edilən təhsil proqramlarının məzmun və mahiyyət etibarı ilə bir-birini tamamlamasıdır. Deməli, birinci növbədə burada söhbət gedirdi təhsil proqramlarından. Deməli, varislik prinsipi uşaq yönümlülükdən fərqli olaraq təhsil proqramının özünün inkişafıdır. Yəni, sənəd üzərində yazılan şeylərin. Amma inkişaf yönümlülük uşağın özünün sadədən mürəkkəbə inkişafı idi. Daha sonra məzmun və mahiyyət etibarı ilə bir-birini tamamlamasıdır. Yəni, sadədən mürəkkəbə doğru təhsil proqramları inkişaf etdirilir və bir-birini tamamlayır. Həmçinin, yaş qrupları üzrə tətbiq edilərək bu dəyişir. Sadədən mürəkkəbə doğru. İndi qaydaq burada tələb yönümlülük prinsipimizə. Tələb yönümlülük prinsipimiz ümumi inkişafla bağlı. Baxın, təhsil proqramının məzmununda fərd deyəndə burada uşağı nəzərdə tuturuq. Yəni, uşağın, cəmiyyətin və dövlətin dəyişən tələblərinin nəzərə alınmasıdır. Baxın, indi media savadlılıq anlayışı var, rəqəmsal savadlılıq anlayışı var. 20 il bundan qabaq bunlar yox idi. Amma indi texnologiya inkişaf etdikcə müasir dövrün tələbləri, əgər söhbət müasir dövrün yeni gətirilən tələblərindən söhbət gedirsə, bu tələb yönümlülükdür. Fəal təlim üsulunun qoyulması, təlim üsullarının tətbiq edilməsi, kurikulumun yenilənməsi, bunlar hamısı cəmiyyətin tələbi ilə baş verir də. Niyə kurikulum var? Niyə köhnə proqramdan getmirik? Çünki cəmiyyətin və dövlətin tələbləri dəyişib. Hansı prinsip əsasında dəyişib? Tələb yönümlülük prinsipi əsasında dəyişib. Daha sonra inteqrativlik prinsipimiz var idi. Burada biz nəyə baxmışdıq sizlə? İnteqrativlik təlimin məzmunun komponentlərinin bir-biri ilə əlaqələndirilməsi idi. Təlimin məzmun komponentlərinin. Məzmuna nə daxil idi, müəllimlər? İnkişaf sahələrimiz, alt standartlar daxil idi. Və biz nə demişdik? Demişdik ki, məzmun xəttlərimiz sayılan inkişaf sahələrimiz bir-biri ilə vəhdət şəkildə tətbiq olunur, biri digərindən ayırd olunmur. 4 inkişaf sahəsinin biri digərindən üstün deyil və yaxud aşağı deyil. Hamısı eyni gücdə, eyni səviyyədədir. Demək ki, məzmun komponentləri sayılan bu inkişaf sahələrinin daxilindəki alt standartlar tədris zamanı bir-biri ilə əlaqələndirilməlidir. Niyə? Çünki inteqrativlik didaktik prinsipimiz tələb edir ki, uşağın deməli gözündə, uşağın formalaşmasında dünyanın bütöv və bölünməz obrazını biz yaradaq. Hansı ki, bu da daxil idi nəyə? İnteqrasiya mövzusuna. İndi onu da təkrarına sizinlə baxacağıq. Daha sonra müəllimlər, növbəti bizim prinsipimiz Azərbaycançılıq. Burada biz nə dedik? Uşaqların vətənpərvərlik ruhunda tərbiyə edilməsi, fəal vətəndaş mövqeyi ilə formalaşdırılması, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, adət-ənənələrimizə, dilinə hörmətlə yanaşılmasını təmin etmək. Baxın, biz Azərbaycanda yaşayırıq. Biz Azərbaycan xalqının dəyərlərini daşıyırıq. Öz dilimizə hörmətlə yanaşmalıyıq. Baxın, dilimizdə müstəqil danışmaq. Düşür ki, dilimizdə müstəqil danışmaq, Azərbaycan dilindəki sözlərdən müstəqil istifadə etmək, dilimizin zənginliyindən istifadə etmək, uşağın söz dağarcığını, söz ehtiyatını Azərbaycan dili ilə inkişaf elətdirmək. Baxın, bu hamısı Azərbaycançılıq daxilində baş verir. Biz uşaqlara rus dili öyrətmirik ki, və yaxud başqa bir dil öyrətmirik ki, öz tariximizə, öz mədəniyyətimizə, öz dilimizə, dinimizə, adət-ənənələrimizə hörmətlə yanaşırıq da, düzdürmü? Dünyəvilik prinsipində bura artıq daxildir. Biz mütləq şəkildə fəaliyyətimizi dünyəvi elmi dəyərlərlə əlaqələndirmək. Yəni, dünyaya aid olmalıdır, dünya ilə bağlı olmalıdır. Əsla dini əsasda baş verməməlidir təhsil. Bir var dini dünya görüşü, bir də var ki, elmi, dünyəvi dünya görüşü. Təhsil, dünyəvilik didaktik prinsipinə əsasən, dünyəvi dünya görüşü əsasında baş verir məktəbə qədər təhsildə. Daha sonra biz sizlə keçmişdik səriştələr mövzumuzu. Qısa olaraq buna da baxaq, bunu da bir təkrar edək. Bura daxil idi. 3 cür səriştə növümüz var. Təfəkkür, fəaliyyət və dəyərlər. Mən sizə demişdim ki,
burada səriştələr mövzusunda əsas biz nəyə baxmalıydıq? Yadda saxlamalı olduğumuz, bunu indi özünüz baxarsınız sənəddə. Belə bir ə, oxumağı mən artıq hesab eləyirəm bugün. Onsuz da sənəd özünüzdə var, amma əsas yadınızda nəyi saxlamalısınız? Səriştələr mövzusu ilə bağlı. Birinci növbədə müəllimlər, səriştə dediyimiz şey ikinci adı kompetensiya idi. Əgər söz sizə kompetensiya şəklində düşürsə, bu elə səriştə deməkdir. Bunu yadda saxlayın. Səriştə, kompetensiya eyni şeydir. İkinci yadda saxlamalı olduğunuz məqam, bir var ki, biz müəyyən biliyi yeni öyrənirik. Düzdür? Yeni bir bilik öyrəndik. Sonra həmin biliyi, öyrəndiyimiz yeni biliyi başlayırıq yavaş-yavaş tətbiq eləməyə. Düzdür? Daha sonra bütün tətbiq etmə prosesi o qədər tətbiq edirik ki, öyrəndiyimiz yeni şeyi, artıq o bizdə bir vərdişə çevrilənir. Səriştə yalnız o zaman formalaşdırılmış olur ki, o insanda avtomatikləşir, artıq bir vərdişə çevrilənir. İndi sizə öz işinizdən bir nümunə gətirim ki, nümunə üzərindən deyəndə daha yaxşı yadınızda qalacaq. Dedik ki, məşğələnin təlim məqsədləri smart texnikası ilə yazılmalıdır. Smart məqsədlər yazılmalıydı demişdik. Düzdür? Tərbiyəçi müəllimlər üçün bu yeni bir şeydir. İlk dəfə görürlər ki, smart deyək ki, məqsədlə yazılmalıdır məqsədlər. Deməli, bu nə oldu bizim üçün? Yeni bir bilik oldu. Aha, yeni bir bilik öyrəndik. Öyrəndik ki, məşğələnin məqsədləri smart məqsədlərlə yazılır. Smart texnikası ilə yazılmalıdır. Yenidir də bu. Bilmirik ki, smart məqsəd necə yazılır. Bu artıq məndə oldu hələ ki, bilik səviyyəsində. Baxın, hələ səriştəyə çevrilənməyib də, bilik səviyyəsindədir. Daha sonra mən başlayıram, yavaş-yavaş öyrənirəm smart məqsəd nədir, təlimlərə qoşuluram, öyrənirəm və sonra yavaş-yavaş özüm alt standartdan mən sizə bir dərsimizdə smart məqsədin, səhv eləmirəmsə, elə smart məqsədlər mövzusundaydı da. Orada nümunə ilə göstərmişdim ki, alt standartdan smart məqsədi necə çıxardırlar. Ona girib bir təkrarən baxarsınız vaxtınız olanda. Deməli, başlayıram yavaş-yavaş smart məqsədi çıxarmağa. Oldu mu? Artıq o qədər öz məşğələlərimdə smart məqsədlər çıxardıram. Bu öyrəndiyim yeni bilik ən sonda gəlir məndə vərdişə çevrilənir. Vərdişə çevrilənmək də o deməkdir ki, artıq mən gedib kitaba baxmıram, yenidən təlimə qoşulmuram, nələrisə yenidən gedib internetdə araşdırmıram ki, smart məqsəd nədir. Çünki bu məndə artıq formalaşıb. Bu artıq məndə peşə vərdişidir. Deməli, müəllim olaraq mənim kompetensiyalarıma, səriştələrim içərisinə təlim məqsədlərini çıxarmaq artıq formalaşıb, yerləşib. Bu artıq məndə bir peşə vərdişidir. Səriştə də belə bir şeydir. Bir məsələnin səriştə olması üçün onun sizdə artıq avtomatikləşməsi lazımdır. Baxın, bu da daha çox məktəbə hazırlıq qruplarına aid bir mövzudur, amma düşür də. Baxın, təfəkkürlə bağlı, yaradıcılıqla bağlı səriştə, tənqidi təfəkkürlə, problem həll etməklə bağlı, məsələn, dəyərlərlə bağlı milli kimliyin dərki, milli iftixar hissi, dövlət rəmzlərini tanıyır, yaşadığı bölgə və ölkə haqqında məlumatlıdır kimi. Baxın, belə. Daha sonra, biz sizinlə keçmişdik burada məktəbəqədər təhsilin yaş səviyyələrinə uyğun inkişaf sahələri üzrə ümumi təlim nəticələrini. Burada da baxmışdıq ki, erkən inkişaf dövrünə aid olanlar var idi və məktəbəqədər təhsil dövrünə olanlar var idi. Bu daha çox burada ayırt edici özəllik oluydu ki, bu mövzumuzda biz bir baxmalıydıq ki, hansı yaş dövründə hansı ümumi təlim nəticələri var ki, burada əsas məsələ nədir? Biz sonda yekun hesabatı ümumi təlim nəticələrinə əsasən yazırdıq. Əsas açar məsələsi oydu. Çünki biz baxmalıyıq ki, məktəbəqədər təhsilin sonunda təşkil olunan ümumi təlim nəticələrinə uyğun formalaşdırılıbmı təhsil? Uşaq buna cavab verirmi? Buna baxırdıq. Və ona uyğun ümumi hesabatımızı sonda yazırdıq. Ümumi təlim nəticələrinə uyğun. Yaxşımı? Və hər biri də bu ümumi təlim nəticələri baş verir, hər bir fiziki, daha doğrusu hər bir inkişaf sahəsinin özünün ümumi təlim nəticələri var. Bunlar da, baxın, bu ümumi təlim nəticələri alt standartların, elə bil ki,
yaş qrupları üzrə, yaş dövrləri üzrə ümumiləşdirilməsidir də sanki. 4-5 yaş dövründə hansı bacarıqlara uşaq yiyələnməlidir? Hər yaş dövrünün sonunda da var. Hansı bacarıqlara yiyələnməlidir? Və bir də ümumi yekun olaraq məktəbə qədər təhsil pilləsinin sonunda ümumi olaraq hansı bacarıqlara, yəni hansı təlim nəticələrinə yiyələnməlidir? Ümumi təlim nəticələri ona görə var ki, biz uşağı məktəbə qədər təhsil pilləsinin sonunda artıq gözümüzdə ümumi bir təsəvvür yaradaq ki, uşağı hansı bacarıqlarla yiyələndirməliyik, hansı bacarıqları yiyələndirməliyik uşaqları. Yaxşımı? Ümumi təlim nəticələri elə bil ki, müəllimlər, bax bunu belə yadda saxlayın. Nəticə bizə nəticəni göstərir. Son nəticəni göstərir ki, uşaq, nə bilim, 1-2 yaş dövrünün sonunda hansı bacarıq və qabiliyyətlərə yiyələnməlidir? 3-4 yaşda hansı, 5-6 yaşda hansı? Yəni gözümüzün önünə uşağın son versiyasını gətirir. Son versiyasını gətirir ki, bu pillənin sonunda, bu ilin sonunda uşaq hansı bilik və bacarıqlara yiyələnməli idi. Daha sonra biz sizinlə keçdik məşğələlərin həftəlik miqdarını. Baxdıq ki, hansı yaş qrupunda hansı məşğələlər var və biz onlara nə qədər saat ayırırdıq. Və bir də məşğələlər mövzusunda bunu qeyd etmişdik ki, biz sizinlə məşğələlərin müddəti 1-2 yaşlı uşaqlar üçün körpələr qrupunda 10 dəqiqə, 2-3 yaşlı uşaqlar üçün, yəni ikinci körpələr qrupunda artıq 15 dəqiqə, orta qrup üçün 20 dəqiqə, böyük qruplar üçün 25, məktəbə hazırlıq qruplarında isə artıq 30 dəqiqə olur. Və məşğələlər arası fasilə 10 dəqiqədir. Bir də burada bir məsələ var idi ki, zehni gərginlik tələb edirsə əgər bizim məşğələmiz, ora biz idman dəqiqəsi keçiririk ki, uşaqları bir növ belə update eləyək də, güncəlləyək ki, çox yorulmasınlar. Həmçinin, burada yadda saxlamalı olduğunuz əsas məsələ nədir? İdman dəqiqəsindən əlavə 1-2 və 2-3 yaşlı, bax, söhbət erkən inkişaf dövründən gedir. Erkən inkişaf dövründə bizim məşğələlərimiz necə keçirilirdi? Yarım qruplarla keçirilirdi. 2 məşğələ olduqda, məşğələnin biri günün ikinci yarısına təşkil olunurdu. Yay fəslində isə bütün yaş qrupları üzrə istər erkən inkişaf dövründə, istər məktəbə qədər təhsil dövründə 3-6 yaşda yalnız bir məşğələ olmalıdır. Daha sonra gəlir bizim digər mövzumuz, yaş qrupları üzrə ümumi məzmun standartları, yəni inkişaf sahələri üzrə məzmun standartları. Deməli, biz nə demişdik, müəllimlər? Məktəbə qədər təhsil proqramının sonunda uşaqların yiyələnməli olduğu müəyyən bilik və bacarıqlar var. Və uşaqlara hansı məzmunu, hansı bilik və bacarığı çatdıracağımız da harada qeyd olunurdu? Kurikulum sənədində qeyd olunurdu. Bəs uşaqlara öyrədəcəyimiz bilik və bacarıqlar, mövzular necə ifadə olunurdu həmin sənəddə? Bütün məzmun standartlar şəklində ifadə olunurdu, müəllimlər. Və məzmun standartı deyəndə biz nə başa düşürük? Məzmun standartı deyəndə biz onu başa düşürük ki, uşağın bilik, bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir məzmun standartı. Həmçinin gözlənilən ümumi təlim nəticələrini reallaşdırmağa xidmət edir məzmun standartları ki, bunu da dedik nə olduğunu. Standartlar bütün yaş qrupları üçün eyni. Baxın, yəni əsas standartdan söhbət gedir. Alt standartları isə hər yaş qrupuna müvafiq olaraq dəyişir. Deməli, buradan hansı nəticəni çıxardırdıq? O nəticəni çıxardırdıq ki, əsas standartlarımız dəyişməzdir, məzmun xəttlərimiz dəyişməzdir, amma alt standartlarımız hər yaş qrupuna müvafiq olaraq dəyişir. Alt standartın xüsusiyyətlərinə və funksiyalarına indi sizlə bir-bir baxıb təkrar edək. Alt standartda, əsas standartda ifadə olunmuş fikrin müəyyən bir hissəsidir. Yəni, bu o deməkdir ki, alt standart, əsas standartı bir növ xırdalayır. Düzdürmü? Bir növ xırdalayır. Və hər yaş qrupuna uyğun olaraq alt standartlar inkişaf dinamikası üzrə tədricən mürəkkəbləşir. Hər yaş qrupunda uşaqların inkişaf dinamikasına uyğun olaraq mürəkkəbləşir.
Deməli, hər bir standart hansı hissədən ibarət olacaq? Bilik və fəaliyyət hissədən ibarət olacaq. Bunu da xatırlayırsınız, mən sizə necə izah eləmişdim. Bunu belə yadda saxlayırsınız, bilik və fəaliyyət hissədən ibarət olmasını. Ona görə bizim alt standartlarımız bilik və fəaliyyət hissədən ibarətdir ki, çünki biz müasir dövrdə uşaq mərkəzli, uşaq yönümlü yanaşmanı əlimizdə prioritet olaraq tuturuq. İndi sual yaranır ki, necə olur? Buradakı əlaqə nədir? Dərsimizdə də mən sizə izah eləmişdim, yenə də deyirəm. Deməli, alt standart ona görə bilik və fəaliyyət hissədən ibarətdir ki, biz müəllim olaraq, tərbiyəçi olaraq uşağa müəyyən bir bilik ötürürük alt standart əsasında, düzdür? Bəs hardan biləcəyik ki, uşaq həmin biliyi mənimsəyib? Yalnız və yalnız uşaq öz davranışında, öz fəaliyyətində həmin alt standartdakı biliyi bizə tətbiq edib göstərərsə. Baxın, ənənəvi təhsildə bu yox idi. Ənənəvi təhsildə müəllim girirdi sinifə, nələrsə öyrədirdi, danışırdı, lövhədə izah edirdi, düsturları filan. Amma bizim tətbiq eləyirdik. Amma tətbiq etməni göstərməyimiz, bütün uşaqların öyrənməsi, uşağın fəal olması aşağı səviyyədə idi. Daha çox müəllim fəal idi ənənəvi təhsildə. İndi bu alt standartlar gətirilməklə kurikulumuna biz orada baxırıq ki, gördüyümüz biliyə baxırıq, içində görüm nə yazılıb. Bax, indi bir-bir baxacağıq standartlar hissəsində də. Buranın üstündə biraz çox dayanacağım. Baxırıq ki, bilik nədir öyrətmək istədiyimiz. Amma alt standart elə yazılır ki, uşağın fəaliyyətini göstərir, fəaliyyəti üzərində yazılır. Deməli, burada məzmun uşağın nə öyrənəcəyini, yəni bilik hissəsini, məzmun deyəndə bilik hissə nəzərdə tutulur. Fəaliyyət isə öyrəndiyini necə nümayiş etdirəcəyini bildirir. Baxın, ona görə alt standart bilik və fəaliyyət hissədən ibarətdir. Bütün fəaliyyətlərdə müəllimlər, uşağın təfəkkür fəallığının inkişaf etdirilməsi, psixomotor bacarıqlarının formalaşdırılması zəruri tələb kimi diqqətdə saxlanılır. Bu bir zəruri tələbdir və məzmun standartları bilik hissəsinin təcrübədə tədqiq olunaraq nəyə çevrilməsini təmin edir? Bacarığa çevrilməsini təmin edir. Deməli, məktəbəqədər təhsil proqramı davamında həm inteqrativ xarakter daşıyır. Yəni, bu nə deməkdir? İlk növbədə uşağın ibtidai təhsilə hazırlanması, şəxsiyyətinin formalaşması, onda sadə həyati bacarıqların inkişafı ilə bağlıdır. Baxın, bu cümlədən məktəbəqədər təhsilin məqsədini yadda saxlaya bilərik. Baxın, məktəbəqədər təhsilin məqsədi nədir? Məktəbəqədər təhsilin əsas prioriteti nədir deyəndə, biz baxırıq ki, daha çox bağlıdır, bircə saniyə. İbtidai təhsilə hazırlanması, şəxsiyyətin formalaşması, verilən standartlar, onda həyati bacarıqların daha doğrusu formalaşması və inkişafı ilə bağlıdır və verilən standartlar biri digərini tamamlamalıdır, möhkəmləndirməlidir. Daha sonra, bircə saniyə, biz burada baxırıq nəyə? Nəticə yönümlülük demişdik ki, bizim əsas fikir verdiyimiz didaktik prinsiplərdən biridir. Çünki təlim prosesində əldə olunacaq nəticədən əvvəl müəyyən edilməsi və onun məzmuna gətirilməsi bu prinsipin başlıca cəhətindən biridir. Yəni, birinci bizim gözümüzün önündə nəticə canlanmalıdır ki, biz hansı nəticəyə çatacağıq. Onun üzərində işimizi quraq. Və ümumi nəticələr bütün inkişaf sahələri üzrə hər bir yaş dövrünə uyğun mənimsənilməsi nəzərdə tutulan, əvvəlcədən müəyyənləşdirilən təlim nailiyyətlərinin konkret bir hissəsi olduğundan onlar həm məzmunu müəyyənləşdirirlər, həm də uşağın etdiyi nailiyyətlərin dəyərləndirilməsinə şərait yaradırlar. Buradan nə başa düşürük? Buradan onu başa düşməliyik ki, ümumi təlim nəticələrimiz, onlar da alt standartlar kimi, ümumiyyətlə bütün təlim nəticələri müəllimlər,
alt standart olsun, ümumi təlim nəticələri olsun, fərq etməz. Əgər söhbət təlim nəticəsindən gedirsə, buranı diqqətlə dinləyin. Söhbət təlim nəticəsindən gedirsə, o mütləq şəkildə bilik və fəaliyyət hissədən ibarət olmalıdır. Çünki niyə? Bayaq da izah etdiyim kimi, uşaq öyrəndiyi biliyi öz fəaliyyətində gətirib tətbiq edib nümayiş etdirməlidir ki, öz davranışı ilə, öz fəaliyyəti ilə. Biz onu qiymətləndirib dəyərləndirə bilək və üstəlik bir qərar verə bilək ki, uşaq həqiqətən yeni biliyə mənimsəyib yoxsa yox. Bax, bu qədər sadə. İndi baxaq ki, bəs məktəbə qədər təhsilin məzmun standartlarına. Deməli, 4 məzmun xəttimiz var idi. Baxın, hər birinin öz kodu var idi. 1 ilə başlayan inkişaf sahəmiz hansı idi? Fiziki inkişaf. 1 ilə başlayırsa, deməli, fiziki inkişafdan söhbət gedir. Fiziki inkişafın özünün əsas standartları var idi. Birinci əsas standartı. Baxın, buranı belə sadə formada yadınıza salın. Deməli, 4 məzmun xəttimiz, 4 inkişaf sahəmiz vardı dedik. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. Bu bizə artıq bir fikir verir də. Fikir verir ki, burada söhbət nədən gedəcək? Fiziki inkişafdan, hərəkətdən, sağlamlıqdan və təhlükəsizliyin qorunmasından, təhlükəsizliyə əməl olunmasından, təhlükəsizlik davranışlarının formalaşdırılmasından. Və burada hər şey uşağa aiddir. Sonra, axı bu biraz belə mücərrəd qaldı, tam açıqlanmadı. Bunun içərisində nələrsə xırdalayıcı məqamlar olmalıdır ki, biz bunu tam dərk edək. Ki, söhbət fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik deyəndə, konkret olaraq söhbət nədən gedir? Onu da bizə nə verəcək? İkinci mərhələdə gələn bizim əsas standartımız verəcək. Biraz da məzmun xəttini, inkişaf sahəsini açıqlayacaq. Deyəcək ki, məsələn, fiziki hərəkətləri yerinə yetirir. Bu da işarə olunacaq 1.1-lə. Aha, indi mən başa düşdüm ki, söhbət burada fiziki hərəkətləri yerinə yetirməsindən gedir uşağın. İndi başqa sözlər də var idi içərisində. Daha söhbət nədən gedir? Masa arxasında davranışın ümumi qaydalara əsasən tənzimləyir və gigiyena qaydalarına əməl edir. Aha, deməli bunun içərisində həm də uşağın masa arxasında düzgün davranışı da var. Ümumi qaydalara əsasən davranışını tənzimləməsi də var. Gigiyena qaydalarına əməl etməsi də var. Deməli, ikinci əsas standartı bu oldu. Və kodu da olur 1.2. Çünki ikinci əsas standartıdır. Sonra gəldik. Üçüncü əsas standartı da var. Axı, başlıq hələ tam açılmayıb. Əsas standart başlığı açır da. Yəni, söhbət nədən gedir? Daha da biraz konkretləşdirir. Təhlükəsizlik qaydalarına əməl edir. Daha sonra idrakin inkişafı 3 dənə idi də burada bizim əsas standartımız. Bu 3 dənə əsas standart bizim birinci inkişaf sahəmiz olan fiziki inkişaf, sağlamlıq və təhlükəsizliyi bir növ özündə açırdı, fikrini biraz da bizə istiqamət verirdi ki, ümumi bir istiqamət verirdi ki, söhbət nədən gedir. Amma əsas standart da bizə tam yetmir ki, uşağa biz nə öyrədəcəyik, sualının cavabını tam almış olaq. Uşağa sualın nə öyrədəcəyimizin, hansı biliyi, hansı fəaliyyətləri quracağımızın tam cavabını bizə verir. Əsas standartdan sonra gələn alt standartlarımız. Mən hər zaman deyirəm, ən sadə və bəsit formadakı müəllimlər, əsas standartdan sonra gələn alt standart axı daha konkretdir, daha dəqiqdir. Və orada uşağa öyrədəcəyimiz bütün məzmun, bütün bilik, bütün fəaliyyətlər əks olunur. Deməli, alt standart nədir? Alt standart bütün təhsil pillələrində. İndi bizdə məktəbə qədər təhsildən söhbət gedir deyə, gəlin məktəbə qədər təhsilə fokuslanaq. Məktəbə qədər təhsildə alt standart bizim görəcəyimiz bütün işi təyin edir. Konkret olaraq bizə istiqamət verir ki, gedin uşağa burada göstərilən bilik və bacarıqları mənimsədin, uşaq bunu öyrənsin. Elə bil ki, bizim qanunlarımızdır da, işimizin qanunlarıdır. Tələbləridir. İşimizin tələbi, hansı tələbləri biz yerinə yetiririk? Biz nə etməliyik uşaqla? Bax, sualının cavabı alt standartda cəmləşir. Sadə bir şeydir. Baxırıq ki, məsələn, fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik inkişaf sahəsi daxilində bizə dövlət belə bir standart qoyub ki,
Birinci, baxın, və hər bir yaş dövrü üzrə demişdik ki, dəyişir də və sadədən mürəkkəbə doğru dəyişir. Baxın, 1-2 yaşda başqa, 2-3 yaşda, 3-4 yaşda başqa, 4-5 yaşda başqa, 5-6 yaşda da başqa. Amma eyni məzmundur. Digər ki, mürəkkəbləşir. Çünki uşağın yaş xüsusiyyətləri böyüyür, uşaq böyüyür, uşaq inkişaf edir. Onun tələbatları da böyüyür. Uşaqla bir yerdə onun tələbatları da böyüyür. Deməli, alt standart da uşağın inkişaf xüsusiyyətlərinə uyğun dəyişib böyüməlidir ki, orada daha mürəkkəb bacarıqlar uşağa öyrədilsin. Çünki həyatın tələbi budur. İndi baxırıq, burada bizim birinci körpələr qrupumuzda 1-2 yaşda belə bir əsas standartımız var və əsas standartın kodu da artıq üçüncüsüdür də, daha doğrusu alt standartın. Birinci 1 oldu bizim inkişaf sahəmizin, məzmun xəttimizin kodu, ikinci 1 oldu əsas standartın kodu və üçüncü rəqəmimiz olan 2 də oldu alt standartın kodu. Üçü birlikdə bir alt standart eləyir bunları yığışıb. Baxırıq indi bura. Böyüklərin köməyi ilə pilləkənə qalxır və düşür. Aha, bu alt standart bizə onu deyir ki, hörmətli müəllimlər, 1-2 yaş dövründə fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik inkişaf sahəsinin, məzmun xəttinin fiziki hərəkətləri yerinə yetirir alt standartı daxilində. Bu alt standartda göstərilən bilik və bacarığa uşağı çatdır. Biz dedik ki, alt standart bilik və fəaliyyət hissədən ibarətdir. İndi gəlin burada bir baxaq, göstərək həmin bilik və fəaliyyət hissəni. Böyüklərin köməyi ilə pilləkənə qalxır və düşür. Baxın, cümlənin mübtədası və xəbəri deyə bir anlayış var idi. Hərəkət hissə xəbər idi. Daha doğrusu, hərəkət hissə xəbər idi, mübtədası da cümlənin ismi idi. İndi baxırıq. Böyüklərin köməyi ilə pilləkən burada oldu bizim bilik hissəmiz. Böyüklərin köməyi ilə. Pilləkənə qalxıb düşməsi isə artıq uşağın. Bu olur hərəkət hissəsi, qalxmaq və düşmək. Bu da fəaliyyətdir. Deməli, öyrədəcəyimiz bilik pilləkəndən istifadə eləməkdir böyüklərin köməyi ilə. Qalxıb düşməsini göstərməsi isə artıq fəaliyyətdir, uşağın fəaliyyətidir. Uşaq qalxır və düşür. Oldu bizim alt standartımız. Deməli, biz bunu öyrətməliyik uşağa. Və bu standart getdikcə alt standart mürəkkəbləşə gəlir. Gəlir ən sonunda belə bir hala gəlir. Burada bir baxaq. Ən sonuncuya baxaq. Yerində uzununa müxtəlif istiqamətlərə doğru və ip üzərində tullanır. Baxın, nə qədər koordinasiya bacarığı uşağın dəyişib. Ondan əvvəlki qrupda sağ və sol ayaq üzərində irəliyə doğru tullanır. Deməli, artıq uşaq bu yaşda gəlib 5 yaşlılar qrupunda, böyük qrupda sağ və solunu da artıq tanıyır. Ayaq üzərində irəliyə doğru tullanmağı da tanıyır və üstəlik elə sağ-sol tərəfə də getməyi tanıyır. Görün, nə qədər bacarıq artıq uşağa öyrədilib burada. Və bu da mürəkkəbləşə mürəkkəb. Baxın, bu alt standartın özünün, sırf alt standart, uşaqdan söhbət getmir. Baxın, alt standartdan söhbət gedir. Alt standartın özünün belə inkişaf etməsi varislik prinsipinə əsaslanır. Amma uşağın buradakı biliklərə, bacarıqlara yiyələnib, burada göstərilən bacarıqlara yiyələnib özünü inkişaf etdirməsi uşaq yönümlülük prinsipinə əsaslanır. Yaxşı? Və sonra müəllimlər, hər bir inkişaf sahəsinin, məzmun xəttinin özünün standartları var, əsas standartları, alt standartları. Hamı da bayaq dediyim məsələ üzərindən gedir də, yəni bu cür inkişaf edir. Burada başqa da bir şey yoxdur. Aha. Bununla bağlı əsas məsələləri dedik. İndi gəlin inteqrasiya mövzusuna sizinlə onu da bir təkrar eləyək. İlin son dərsində, bugün ilin son dərsidir. İstədim ki, bu kurikuluma bir də baxaq, çünki müəllimlərin ən çox əziyyət çəkdiyi bir hissədir. İstəmirəm hər hansısa bir boşluq qalsın. Sonra İnkişaf sahələri biz dedik ki, inteqrativlik, ümumiyyətlə məktəbə qədər kurikulum inteqrativlik prinsipinə uyğun qurulurdu da. Bir prinsipi də nəticə yönümlülükdür, digəri inteqrativlikdir. Və hər bir inkişaf sahəsi də dedik ki, vəhdət şəkildə öyrədilir
Biz inteqrasiya qururuq, bütün məşğələlərimizdə iki sahə arasında müxtəlif inteqrasiyalar qururuq. Və bu da sırf xidmət eləyir uşağın dünyanın bütöv və bölünməz obrazını formalaşdırmaq üçün. Bunlar aydındır yəqin ki. Sonra, indi, bəs inkişaf sahələrinin inteqrasiyası deyəndə biz nəyi nəzərdə tuturduq? Deməli, biz onu nəzərdə tuturduq ki, uşaqları inkişafı istiqamətləndirmək məqsədi ilə təlimin bütün məzmun komponentləri arasında struktur əlaqələri qurmaq və onu sistemləşdirməkdir dedik. Aha, bu nədir? Məzmun komponentlərimiz nələr idi, müəllimlər? Elə məzmun standartlarımızdır da, inkişaf sahələrimiz, məzmun xəttlərimiz, əsas standartlar, alt standartlar. Yəni məzmun baxın, nə demişdim mən sizə? Demişdim ki, kurikulum 3 hissədən ibarətdir. Məzmun, metodika və qiymətləndirmə. Düzdür? Məzmun hissəyə nə daxildir demişdim? Öyrətdiyimiz mövzular, keçdiyimiz mövzular. Keçdiyimiz mövzular bəs harda göstərilir? İnkişaf sahələri daxilində, məzmun xəttləri daxilində, əsas standart və alt standartlarda göstərilir ki, uşağa nə öyrədəcəksən? Deməli, məzmun komponenti də elə budur da. Gedib məzmun komponenti sözünü görəndə yadınıza bunları salın testdə. Deməli, indi bu məzmun komponentləri də, bu 4 inkişaf sahəsinin alt standartları ki var. Onlar arasında əlaqə qurmaq və sistemləşdirməklə biz inteqrasiya qurmuş oluruq. Və təlim vəzifələri də müəllimlər o zaman daha səmərəli olur ki, tərbiyəçi müəllim təlim-tərbiyə prosesinin təşkilində inteqrativ yanaşmadan, bura baxın, məqsəd yönlü şəkildə istifadə eləyir. İnteqrativ yanaşma boş-boşuna olmamalıdır, məqsəd yönlü olmalıdır. Hər bir dərsin özünün, məşğələnin özünün inteqrasiyası var. Və məqsəd yönlü şəkildə olmalıdır. İnteqrasiya qurulan xəttirində inteqrasiya olmamalıdır. Yaxşı? Biz bunu məqsəd yönlü şəkildə etməliyik. İndi baxırıq, məqsəd yönlü şəkildə etmək nə deməkdir? O deməkdir ki, tərbiyəçi müəllim inkişaf və təlim prosesini elə təşkil etməlidir. Bütün fəaliyyət növlərində uşaqlarda daha çox hərəki fəallıq təmin olunsun. Belə yanaşma fiziki inkişafını stimullaşdırmaqla yanaşı, digər vəzifələri də daha uğurlu həllinə kömək edir. Və bir inkişaf sahəsi üzrə təşkil edilmiş prosesdə digər inkişaf sahələrinin vəzifələri də yerinə yetirilmiş olur. Məsələn, bu necə baş verəcək? Hərəkətli və idman oyunları zamanı təhlükəsiz davranış vərdişləri formalaşdırılır uşaqlarda. Fiziki mədəniyyət məşğələsində mənəvi keyfiyyət olan, baxın, bunlar mənəvi keyfiyyətlər hansı inkişaf sahəsinin keyfiyyətləri idi? Sosial-emosional inkişaf sahəsinin keyfiyyətləri idi də, düzdürmü? Cəsurluq elementləri, bir-birinə kömək etmək, özünün və yoldaşlarının hərəkətini qiymətləndirmək kimi. Baxın, məzmun komponenti arasında əlaqə qurulur. Məsələn, idman avadanlıqlarının yığışdırılmasına uşaqların cəlb edilməsi, yəni uşaq burada böyüyə kömək edir. Uşaq təfəkkürünün formalaşdırılması, oyunu, avadanlığı, oyuncağı müstəqil seçmək, məkana bələdləşmək üçün xüsusi tapşırıqların verilməsi. Baxın, uşaqların diqqətini estetik cəhətdən yoldaşlarının, tərbiyəçi müəllimin xarici görünüşünə, müəssisənin tərtibatına yönəldilməsi və burada bütün bu məsələlər hamısı 4 inkişaf sahəsi üzrə vəzifələrin reallaşdırılması zamanı nəzərə alınmalıdır. Bir də mən sizə demişdim ki, bizim məktəbə qədər təhsildə neçə növ inteqrasiyamız var idi? 2 növ inteqrasiyamız var idi. Biri şaquli inteqrasiya idi. Şaquli inteqrasiyanı belə yadda saxlayırdıq ki, bu yaş qrupları və inkişaf sahəsi arasındakı əlaqəni nəzərdə tuturdu. Burada ardıcıllıq və sistemlilik ön plandaydı. Üfüqi inteqrasiyada isə hər yaş dövrü üzrə müxtəlif inkişaf sahələri üzrə əsas və alt standartlar arasında əlaqəlilik və ardıcıllıq təmin olunurdu. Deməli, müəllimlər, şaquli inteqrasiyada yaş qrupları fərqli olur, amma inkişaf sahəsi eyni. Burada biz baxırıq varislik prinsipinə, inkişaf yönümlülük prinsipinə əsaslanır. Çünki bir mövzunu dərininə öyrətmədən söhbət gedir. Bir mövzunu dərininə öyrətmədən söhbət gedir. Bura baxın. Alt standartlara, bayaq sizə göstərdiyim bir alt standart.
Hansıydı bu? Deməli bu. Baxın, bu alt standartın belə inkişaf etməsi varislik prinsipinə əsaslanırdı. Sadədən mürəkkəbə doğru. Və şaquli inteqrasiya gedir. Baxın burada. Biz baxırıq nəyə? Böyük yaş qrupundakı məsələn yerində uzunluğuna, daha doğrusu böyük qrup budur. Sağ və sol ayaq üzərində irəliyə doğru tullanır. Alt standartı ilə. Əgər bir şaquli inteqrasiya qururuqsa, gedirik, seçirik özündən əvvəlki qrupla əlaqəni. Yəni özündən aşağıdakı qrupla, böyük qrupa getmirik. Gimnastik skamyadan tullanaraq iki ayağı üstə yerə düşür. Hər ikisi arasında bir əlaqə qurmağa çalışırıq və dərininə öyrədirik eyni mövzunu. Eyni mövzunu dərininə. Burada yaş qrupu fərqlidir, inkişaf sahəsi eynidir. Sonra, bəs üfüqi inteqrasiya nə deməkdir? Üfüqi inteqrasiyada isə müəllimlər, əsas ayırd edici özəllik buydu ki, hər yaş dövrü üzrə, burada yaş qrupu eyni qalır. Yaş qrupu artıq dəyişmir. Eyni yaş qrupu daxilində müxtəlif inkişaf sahələri üzrə əsas və alt standartlar arasında əlaqə qurulub təmin olunur. Deməli, şaquli inteqrasiyada yaş qrupu eyni idi. Daha doğrusu fərqli idi. Şaquli inteqrasiyada yaş qrupu fərqli idi. İnkişaf sahəsi eyni idi. Amma üfüqi inteqrasiyada yaş qrupları eynidir. İnkişaf sahələri fərqlidir. Və burada üfüqi inteqrasiyada biz eyni yaş qrupundakı, məsələn, orta qrupda müxtəlif inkişaf sahələrinin bacarıqlarını gətirib bir məşğələ daxilində tətbiq edirik. Deməli, burada məzmun yaş qrupuna uyğun olaraq sadədən mürəkkəbə prinsipi əsasında məntiqi ardıcıllıq və sistemlə müəyyənləşdirilib müəllimlər. Və məktəbə qədər təhsilin sonunda ümumi təlim nəticələri təqdim olunub ki, bayaq bunu sizə bir daha üstündən təkrarladıq. Burada da ibtidai təhsillə məktəbə qədər təhsil pilləsi arasındakı varislik gözlənilmişdir. Ona görə mən deyirəm ki, sonda uşağa verdiyimiz yekun hesabatda ümumi təlim nəticələrinə baxıb biz qərar veririk ki, uşaq məktəbə qədər təhsil pilləsində ibtidai sinifə keçərkən bu bacarıqlara yələnib yoxsa yox. Baxın, ümumi təlim nəticələrinin əsas var olma səbəbi biri budur. Bizim üçün bir növ ölçü xarakteri daşıyır da. Daha sonra biz sizinlə keçmişdik təlim strategiyaları. Gəlin qısa olaraq da buna da baxaq. Təlim strategiyası demişdik ki, əvvəlcədən müəyyən olmuş nəticəyə çatmaq üçün hazırlanan bir məqsədlər planı idi. Yəni, müəllim özü üçün bir plan qururdu ki, təlim məqsədlərində alt standartda göstərilən bilik və bacarıqlara uşaqları yiyələndirsin. Deməli, əgər belə bir nəticələrə çatmalıyıqsa biz, təlim məqsədi, təlim nəticəsi eyni şeydir. Əgər müəyyən bir nəticələrə çatmalıyıqsa biz nə etməliyik? Deməli ki, bunun üçün bir strategiya qurmalıyıq da. Bizim bir planlı, məqsədli bir planımız olmalıdır ki, uşaqları gətirib həmin bilik və bacarığa çatdıraq. Bunu da bizə nə verəcək? Təlim strategiyası verəcək. Yəni, təlim strategiyası o səbəbdən məntiqlə düşünsək belə bir nəticəyə gəlirik ki, təlim strategiyası, təlim prosesinin təşkilinə verilən tələbləri, istifadə edilən forma və üsul və vasitələri əhatə eləyir. Deməli, məktəbə qədər təhsil proqramında, kurikulumunda təlim strategiyaları aşağıdakı məsələləri əhatə etdi. Hansıları müəllimlər? Təlim prosesi və onun təşkili prinsiplərini, təlimin təşkilində istifadə olunan forma və üsulları və təlimin planlaşdırılmasını. Bu qədər sadə. Bəs, inkişaf etdirici təlim mühitinin təşkili burada hansı rol oynayır? Burada əsas məsələ, əgər inkişaf etdirici təlim mühitindən söhbət gedirsə, bunu belə yadda saxlayırsınız ki, əsas məsələ uşaq yönümlü mühitdən söhbət gedir. Deməli, uşaq yönümlülük prinsipi burada gündəmdədir və əsasdır. Uşağın maraq və tələbatlarına uyğun qururuq, onun sosial-emosional, fiziki, yaradıcı, təfəkkür inkişafına təsir göstərir inkişaf etdirici mühit. Və burada bütün məsələ uşağın fəal olmasıdır. İki hissəyə bölünür inkişaf etdirici mühit. Daxili inkişaf etdirici mühit, yəni müəssisənin və qrupun daxili mühiti. Həmçinin
Xarici inkişaf etdirici mühit, uşaq bağçasının həyatyanı sahəsi. İndi gəlin bunu belə dəyərləndirək. Məşğələ fəaliyyətləri və məşğələdən kənar fəaliyyətlər daxildə inkişaf etdirici mühit mövzusunun içərisində bir alt mövzu kimidir. Niyə görə? Çünki daxili inkişaf etdirici mühit deyəndə müəssisənin mühitidir. Deməli, məşğələ fəaliyyətlərindən burada söhbət gedir əsasən. Xarici inkişaf etdirici mühitdə isə artıq məşğələdən kənar fəaliyyətlər, həyatyanı sahədəki fəaliyyətlər nəzərdə tutulur. Və hər iki mühit, inkişaf etdirici və dəstəkləyici mühitin hər daxili və xarici mühit istənilən halda uşağın təhsilinin bütöv şəkildə tamamlanmasına xidmət edir. Niyə görə bax daxili və xarici inkişaf etdirici mühit var? Mən sizə bunu belə deyim, bax belə yadda saxlayın. Burada əsas məntiq budur. Ona görə var ki, müəllimlər, baxın alt standart dedimmi sizə ki, təhsilin bütün ürəyidir, özəyidir, bütün işimizi bu təyin eləyir, hər şeyi bizə alt standart göstərir. Ona görə deyirlər də kurikulum yol xəritəsidir, elə alt standarta görə. Baxın, bu ona görə belədir ki, biz baxın demişdik, həyati bacarıqlar formalaşdırılmalıdır uşaqda. Bu məsələ də var da məktəbə qədər təhsilin əsas komponentlərində. Deməli, bütün bu bacarıqları, həyati bacarıq, idraki və həyati bacarıqlar var idi də. Həyati bacarıqları formalaşdırmaq üçün əsasən. İndi burada sual yaranır ki, necə? Bu formada ki, biz uşaqlara müəyyən bilikləri məşğələ daxilində ötürürük. Amma onların həyatda tətbiqini daha çox daxili inkişaf etdirici mühitdə, yəni məşğələ daxilində, müəssisə daxilində edə bilmirik. Həyati bacarıqların bir hissəsini biz tətbiq edə bilirik xarici inkişaf etdirici mühitdə. Yəni, bağçanın həyatyanı sahəsində təşkil olunan məşğələdən kənar fəaliyyətlərdə, ekskursiyada, yəni həyatın özünün içərisində. Bir var müəssisənin içərisi, məktəb mühiti, məktəbə qədər təhsil müəssisə mühiti. Bir də var kənar mühit. Baxın, həyat mühiti. Digər, xarici inkişaf etdirici mühit. Bu da çox mühümdür. Və baxın, burada belə bir cümlə var. Həm daxili, həm xarici inkişaf etdirici mühit uşağın təliminin bütün aspektlərini təmin edir və tərbiyəçi müəllim, uşaqlar, ailələr və yerli ictimaiyyət arasında ünsiyyətə kömək edir. Yəni, məktəbə qədər təhsili biz yalnız müəssisə daxili qiymətləndirə bilmərik. Burada ailələrin cəlbi də vacibdir. Və burada biz sizinlə keçmişdik fəaliyyət mərkəzləri. Bu daxili mühitə daxil idi. Qrup otaqlarında şəraitin, güşələrin qurulması. Fəaliyyət mərkəzlərimiz əsasən hansılar idi? Riyaziyyat güşəsi, kitab güşəsi, stolüstü oyunlar güşəsi, elm güşəsi, təsviri fəaliyyət güşəsi, qum və su güşəsi, təbiət güşəsi, milli güşə. Və burada güşələr mövzusunda əsas yadımızda saxladığımız məqam oydu ki, bura qoyulan materiallar uşağın əli çatan vəziyyətdə qoyulmalıdır və uşaq həmin materiallarla yaradıcı və müstəqil davranmağa həvəsləndirilməlidir. Tərtibatda buna fikir verirdik. Və uşaqlar hansısa bir fəaliyyət mərkəzinə daha çox maraq göstərirlərsə, deməli, həmin fəaliyyət mərkəzini biz daha çox yeniləməliyik, daha genişləndirməliyik. Amma uşaqlar maraq göstərmirsə, müəyyən bir fəaliyyət güşəmiz var, amma uşaqlar ora maraq göstərmir. Biz onu tədricən yığışdırırıq. Uşaqlar nəyə maraq göstərirsə, onu artırırıq. Yaxşı? Bunu belə yadda saxlayın. Məcbur eləyib aparmırıq ki, burada oynamırsınız, mütləq gəlin burada da oynayın, mütləq gəlin burada da vaxt keçirin. Situasiyada bu belə düşəcək. Elə təxmin edirəm. Sonra təlimin təşkilinə verilən tələblər. Aha, gəlin buna da qısa bir baxaq. Daha sonra qiymətləndirmə hissəyə keçərik. Təlimin təşkili zamanı birinci riayət etməli olduğumuz tələb uşaqların ləyaqətinə, hörmətinə yanaşmaq, uşaqları müqayisə etməmək, alçaltmamaq, buna bunlar daxil idi. Təlimin uşağın yaş və fərdi xüsusiyyətlərinə uyğun forma və metodlar əsasında təşkili idi. Yəni, hər yaş qrupu üçün müəyyən forma və metodları var. Məsələn, biz demişdik ki, erkən inkişaf dövründə, 1-3 yaş dövründə cütlərlə iş formasını tətbiq etmirik. Deməli, təlimin təşkilinə verilən ikinci tələb olan təlimin uşaqların yaş və fərdi xüsusiyyətlərinə uyğun forma və metodlar əsasında təşkili prinsipinə əməl etmiş oluruq. Və uşaqlar və böyüklər arasında əməkdaşlıq olmalıdır. Bu da bir tələbimizdir. Daha sonra uşaqların təşəbbüskarlıq və müstəqilliyinin dəstəklənməsi də bizim bir tələbimizdir.
uşaqları fiziki və psixoloji zorakılığın bütün formalarından, bullyingdən, cəza verməkdən qorumaqdır. Ailələrin təlim fəaliyyətinə cəlb edilməsidir. Çünki uşağı ailədən kənar təsəvvür etmək olmaz. Və biz mütləq şəkildə təlimin təşkili zamanı bu tələblərdən savayı bir sıra prinsiplər də var ki, onlara da əməl etməliyik. Bunlar şəxsiyyət yönümlülük, diferensiallaşdırma və fərdiləşdirmə, idrak fəallığının təmin olunması, əyanilik, əməkdaşlıq və nəticə yönümlülük idi. Və bir də demişdik ki, təlimin təşkilində, məktəbə qədər təhsildə bəzi forma və üsullar var ki, biz onları tətbiq edirik. Biri fərdi iş idi. Fərdi işin əsas ayırd edici özəlliyi ondan ibarət idi ki, burada qiymətləndirmə rahat olur. Yəni müəllim fərdi şəkildə tapşırıq verərkən uşağa daha yaxşı bacarır onu qiymətləndirməyi. Niyə? Çünki uşaq özü tək işləyir və müəllim ayırd eləyə bilir ki, uşaq nəyi bacarır, nəyi yox. Kollektivlə işdə bunu təşkil etmək çətindir. Amma fərdi işdə qiymətləndirmə daha dəqiq olur. Niyə? Çünki uşaqların potensial imkanlarının müəyyənləşdirilməsi və onların müstəqil fəaliyyət göstərməsi üçün burada imkan yaranır. İndi baxaq cütlərlə işə. Əsas məsələlərdən biri. Bu zaman uşağın problem həllində bir-birinə kömək etməyə cəhd eləyirlər uşaqlar, bir-birinə kömək göstərirlər, əməkdaşlıq edirlər və bir ayırd edici sözü də o idi ki, bir-birlərinin qarşısında öz məsuliyyətlərini dərk edirlər. Baxın, bir-birlərinin qarşısında öz məsuliyyətlərini dərk etmə cütlərlə işə aiddir. Qruplarla işdə. Artıq 3-4 nəfərlik qruplardan burada söhbət gedir. Burada əsas ayırd edici özəllik nə idi müəllimlər? Əməkdaşlıq idi, ünsiyyət idi, müxtəlif problemləri bir yerdə həll etmək, bütün uşaqların bura baxın, müstəqil fikir söyləmək, digərlərini dinləmək. Müstəqil fikir söyləmək, fikirlərini sərbəst şəkildə söyləmək, digərlərini dinləmək bacarığının formalaşması qruplarla işlə daha yaxşı gedir. Bax, bunu belə yadda saxlayın. Açar sözləridir. Kollektiv iş zamanı kollektivdə işləmək, birgə fəaliyyət, baxın, birgə fəaliyyət, kommunikativ bacarıqların inkişafı, bunlar daxildir. Və iş üsullarına gəldikdə isə, bu da erkən yaş dövrü ilə məktəbə qədər yaş dövrü burada fərqlənirdi. Burada daxil idi sujetli rollu oyunlar, hərəkətli oyunlar, didaktik oyunlar, əqli hücum, tap-tapmaca, nağıl etmə, müzakirə, şaxələndirmə, problemli vəziyyət, oyunlar, suallar, söz assosiasiyası. Bununla bağlı, elə bu iş üsulları və iş formaları ilə bağlı mənim əlavə bir izahım da var. Bunu mən sizə göndərəcəm. Bilmirəm, bəlkə də göndərmişəm, ona da baxarsınız əlavə olaraq. Ən sonda da biz baxacağıq qiymətləndirmədən öncə planlaşdırma mövzumuza. Biz dedik ki, məktəbə qədər təhsildə. Bunlar hamısı kurikulum mövzularıdır, müəllimlər. Deməli, illik perspektiv planlaşdırma və həftəlik cari planlaşdırmamız var. İllik perspektiv planlaşdırma daxildir uzun müddətli planlara. Cari həftəlik planlaşdırma isə daxildir qısa müddətli planlara. İllik perspektiv planlaşdırmada müəllim bir il ərzində görəcək işi öncədən planlaşdırır. Burada da nəticə yönümlülük prinsipi önə çıxır. Həftəlik planlaşdırmada, cari planlaşdırmada isə biz daha çox yönəlirik məşğələlərə. Deməli, illik planlaşdırma hansı məntiqi nəticəyə gəlirik buradan? O nəticəyə gəlirik ki, illik planlaşdırma standartların reallaşması məqsədi ilə inkişaf sahələrinə əsasən hər yaş qrupu üçün işin planlaşdırılması üçün aparılır. Hər yaş qrupu üçün ayrı olur. Və məktəbə qədər təhsil proqramının əsas istiqamətlərinə müvafiq olaraq müəyyənləşdirilmiş həmin sahələrin planlaşdırılmasında hansı prinsip əsas götürülür? İnteqrativlik prinsipi. Deməli, inteqrasiya məsələsi illik planlaşdırmada olur. Bəs həftəlik planlaşdırma, burada artıq alt standartların həyata keçirilməsi, baxın, inkişaf sahələrindən daha çox alt standartların həyata keçirilməsi məqsədi ilə ayrı-ayrı məşğələlər və məşğələdən kənar fəaliyyət sahələri üzrə aparılır. Məşğələdən kənar fəaliyyət sahələri də daxildir hara? Həftəlik planlaşdırmaya. Deməli, plan əvvəlcədən təyin olunmalıdır. Çünki əgər biz uğurlu və nəticə yönümlü bir təlim prosesi qurmalıyıqsa, plan əvvəlcədən hazırlanmalıdır. Deməli, illik fəaliyyətlərdə nə olurdu?
Konkret yaş qrupu üzrə məzmun standartı, məşğələ, mövzular, inteqrasiya və resurs, həmçinin də tarix qeyd olunurdu. Bura perspektiv planlaşdırmada deməli həm yaş qrupunun, həm də ayrı-ayrı uşaqların inkişaf səviyyəsi nəzərə alınır da, yəni 1 illik olduğuna görə. Və mövzuların ardıcıllığı planlaşdırılarkən məşğələlərdə isə inkişaf sahəsi daxilində bir inteqrasiya veririk. İnkişaf sahələri arasında inteqrasiya, ardıcıllığın qorunması, məntiqi ardıcıllıq, psixoloji ardıcıllıq və xronoloji ardıcıllıq. Həmçinin cari planlaşdırmada müəllimlər biz məşğələdə nəyə fikir verməliyik? Bizim icmalımızda olmalıdır. Standart, mövzu, məqsəd, inteqrasiya, iş formamız, iş üsulu və resurslar. İllik planlaşdırmada məqsəd, inteqrasiya, daha doğrusu məqsəd, iş forması, iş üsulu bunlar yox idi. Məşğələnin mərhələlərinə gəldikdə isə biz demişdik ki, 3 hissədən ibarətdir. Aktuallaşdırma və motivasiya, dərk etmə, tətbiq etmə mərhələləri. Motivasiya aktuallaşdırma mərhələsində bizim fokusumuz əsasən onadır ki, uşağın diqqətini cəlb etmək. Dərk etmə mərhələsində yeni bilik və bacarıq ötürmək uşaqlara. Tətbiq etmə mərhələsində isə uşaq artıq öz fəaliyyəti ilə, öz davranışı ilə yeni öyrəndiyi biliyi nümayiş etdirir. Deməli, qiymətləndirmə də tətbiq etmə mərhələsində aparılır ki, müəllim müşahidə edib baxır ki, uşaq öyrətdiyi yeni biliyi öyrənib, yoxsa yox. Ona görə də 3 hissəyə bölünürdü. Bəs uşaq inkişafının dəyərləndirilməsi ilə bağlı nəyi xatırlamalıyıq? Əsas hissəmiz nədir? Bilirsiniz ki, məktəbəqədər təhsildə qiymətləndirmə digər təhsil pillələrindən fərqlənir müəllimlər. O cür fərqlənir ki, burada biz test üsulundan istifadə etmirik. Çünki uşaqların yaş xüsusiyyətləri elədir ki, bu yaş dövründə biz onları daha çox müşahidə əsasında yaxşı qiymətləndirə bilirik. Bu da niyə görə baş verir? Çünki baxın, bunu məntiqlə belə yadda saxlayın. Biz demişdik ki, insan həyatının ən sürətli inkişaf dövrü uşaqlıq dövrüdür. Uşaqlıq dövrünə bizə şamil olunur 6 illik bir müddət. Daha sonra gənclik gəlir, ona da uzun bir müddət gedir, nə bilim, 30 yaşa qədər, 30 yaşdan sonra da artıq yaşlılıq dövrü başlayır da insan həyatında. Gənclik dövrünə və yaşlılıq dövrünə uzun bir vaxt qalır. Uzun illər qalır. Amma uşaqlıq dövrü daha qısadır. Amma müəyyən bir başqa bir rakursdan bu məsələyə baxsaq, burada üçü də eynidir əslində. İndi sual yaranır, niyə? Çünki uşaqlıq dövründə insan bədənində o qədər sürətli bir inkişaf gedir ki, o 20 illik gənclik dövründə, 30 illik qocalıq dövründə getmir. İndi deyəcəksiniz nə? Çünki neyron bağlantıları, sinir bağlantıları, beynin böyüməsi, neyron bağlantıları, sinir hüceyrələri bağlantıları ən çox inkişaf edir 1-6 yaş dövründə. Yəni, insanın bütün həyat proqramları bu dövrdə yazılır. Daha sonra o həyat proqramları, o bacarıqlar əsasında biz həyatımızı inkişaf etdiririk. Ona görə deyirik də, məktəbə qədər təhsil dövrü təməl dövrdür. Yəni, bunun mənası budur. Və qan yaranır insanda həmin dövrdə, qanı çoxalır, qanı immuniteti formalaşır və s. və ilaxır. Deməli, məktəbə qədər təhsil dövrü ən sürətlə inkişaf gedən dövrüdür insanın. Və bu dövr ona görə təməl rolunu oynayır. Deməli, bu dövrdə qocalıq və gənclikdə olduğu kimi qiymətləndirmə üsullarından istifadə edə bilmirik. Ona görə ki, inkişaf çox sürətli gedir. Və burada biz istifadə edirik uşaq inkişafının izlənilməsi terminindən. Uşaq inkişafının izlənilməsi terminindən, dəyərləndirilməsindən. Yəni, burada inkişafın dəyərləndirilməsi hər bir uşağa fərdi qaydada tətbiq edilir. Onun nitqi, hissi, böyük və kiçik motor bacarıqlarının inkişaf səviyyəsi və yaxud inkişaf ləngiməsi varsa onu, görmə və eşitmə ilə bağlı problemlərini müəyyənləşdirmək üçün istifadə edirik. Və dəyərləndirmənin nəticəsi uşağın həm yüksək, həm də aşağı səviyyədə olan bacarıqlarını müəyyənləşdirilir bu zaman, dəyərləndirmə zamanı. Bəs bağçada, məktəbəqədər təhsildə hansı növləri, hansı hissələri var dəyərləndirmənin, qiymətləndirmənin? Burada birinci diaqnostik demişdik, dəyərləndirmə. Diaqnostik dəyərləndirmə ilkin dəyərləndirmədir.
və daha sonra gəlirdi inkişafın izlənilməsi. Bu isə bütün dövr boyu davam edən bir dəyərləndirmədir. Deməli, gəlin bir baxaq. Diaqnostik dəyərləndirmə deyəndə təlimin ilkin mərhələsində uşağın bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsi nəzərdə tutur. Yəni, uşaq təhsilə başlayanda, ilin əvvəlində diaqnoz qoymaq üçün edirik də bunu. Və diaqnostik qiymətləndirmə inkişaf məqsədləri və strategiyalarda çevik dəyişikliyin aparılması və təlimin planlaşdırılması üçün şərait yaradır. Bunun üzərində bir dayanaq, hamı bu hissəni diqqətlə dinləsin. Deməli, nə deməkdir? Diaqnostik qiymətləndirmə ona görə var ki, biz tədris edəcəyimiz qrupa bir diaqnoz qoymaq istəyirik ki, buradakı uşaqların səviyyəsi necədir? Və baxın, burada nə deyir ki, çevik təlim strategiyalarında çevik dəyişikliklərin aparılması və təlimin planlaşdırılmasına xidmət edir diaqnostik dəyərləndirmə. İndi sizcə buradan hansı məntiqi nəticəyə gəlmək olar? Niyə görə belədir? Çünki diaqnostik qiymətləndirmə aparıb mən qrupun səviyyəsini öyrənirəm və artıq planlaşdırmamı qrupun səviyyəsinə uyğun aparıram. Ola bilər ki, dövlətin proqramında bir tələb var, amma uşaqlar o tələbdən hələ çox uzaqdılar. Birbaşa gedib üst səviyyədən başlamaq olar? Yox. Müəyyən xırda dəyişikliklər edirəm ki, təlimin planlaşdırılmasında, strategiyalarının, iş formalarının seçilməsində. Uşaqları gətirin birinci o səviyyəyə çatdırın, daha sonra tələb üzrə gedək. Deməli, diaqnostik dəyərləndirmə zamanı toplanan məlumatlar uşaqların inkişafının izlənilməsi və müqayisələrin aparılması üçün bir növ göstərici rolunu oynayır. Biz ona diaqnostik qiymətləndirməyə baxıb təlimi planlaşdırırıq. Planlaşdırma varsa diaqnostik qiymətləndirmədən söhbət gedir. Daha sonra isə gəlir ki, artıq müntəzəm bir qiymətləndirmə. Axı biz il boyu davam edirik uşaqlarla. O diaqnostik qiymətləndirmədən sonra bəs necə qiymətləndiririk? Bu da baş verir inkişafın izlənilməsi ilə. Artıq burada əsas bizim qiymətləndirmə növümüz müşahidədir. Müşahidə yolu ilə uşaqları qiymətləndiririk və məktəbə qədər təhsildə müəllimlər əsas dəyərləndirmə metodu müşahidədir. Daha sonra gəlir müsahibə, şifahi sorğu, fəaliyyət məhsullarının təhlili və portfolyo. Ən sonda da inkişafa dair yekun hesabat veririk. Və bu, məktəbəqədər yaş dövründə 2 dəfə aparılır. Bir, erkən inkişaf dövrünün sonunda, 3 yaşın sonunda və bir də məktəbəqədər təhsilin sonunda uşaq inkişafının qiymətləndirilməsi məqsədi ilə aparılır. Və yekun hesabatda məktəbəqədər təhsilin sonunda uşağın inkişafının səviyyəsi artıq müəyyən edilir. Bu zamanda biz dönüb nəyə baxırıq? Ümumi təlim nəticələrinə baxırıq. Çünki bu hesabatla uşaq artıq növbəti mərhələyə qədəm qoyur axı. Məktəbə hazırlığa, ibtidai sinifə. Lakin uşaqların ümumi təhsil müəssisəsinə qəbulu zamanı inkişafa dair yekun hesabatın nəticəsi əsas götürülmür. Zəif olsa da həmin uşaq təhsilə başlayır, güclü olsa da. Dimin imtahanında bizim balımız əsas götürülür ki, bu fakültəyə qəbul ola bilərsən, yoxsa yox. Amma inkişafa dair yekun hesabatda bu nəzərə alınmır. İndi dedik ki, müşahidədir əsas metodu. Müşahidədə mən nə demişdim sizə? Demişdim ki, əsas qeydləri müəllim obyektiv şəkildə aparır. Heç bir subyektiv rəyə burada yol vermir, yer vermir. Subyektiv rəy olmamalıdır. Faktı olduğu kimi təsvir etməlidir müşahidədə. Müsahibə isə ona görə aparılır ki, müəllimlər ikinci metod. Biz məsələn valideynlə aparırıq müsahibəni, elə bəzən uşağın özündən də aparırıq. Burada nədir? Axı uşağın inkişafı evdə də davam eləyir. Sadəcə müşahidə edib dəqiq biz diaqnoz qoya bilmirik, daha doğrusu dəqiq qiymətləndirmə apara bilmirik ki, uşaqda bu bacarıq formalaşıb ya yox. Və yaxud da ki, müəyyən bir mövzu ilə bağlı, uşağın ümumi inkişafı ilə bağlı. Valideynlərlə görüşüb müsahibə aparırıq, onlara sual veririk, sualları veririk. Valideyn cavablandırır və biz ümumi mənzərəni, bütöv mənzərəni görməyə xidmət edir müsahibənin qiymətləndirmə. Müşahidədə öz gördüklərimizdir, məktəbə qədər təhsildə məşğələ içərisində. Müsahibədə isə artıq valideynin də uşağa dair müşahidələrini, fikirlərini öyrənib tamamlayırıq dəyərləndirməni. Həm evdəki qabiliyyətlərini, inkişafını öyrənmiş oluruq müsahibə ilə, gətirib öz müşahidəmizin yanına yazıb ümumi bir tablonu əlimizdə cəmləyirik.
Şifahi sorğu keçirdirik, müəyyən anketlərdən istifadə edirik. Fəaliyyət məhsullarının şifahi sorğu da elə uşaqla bağlı suallardır, veririk, öyrənirik, anketlər keçirdirik ailələrlə, ola bilər dayə ilə də keçirə bilək müsahibəni, şifahi sorğunu ki, dayə də müşahidə eləyir uşağı. Yəni bu kollektiv prosesin içərisində gedir də. Və fəaliyyət məhsullarının təhlili var. Burada söhbət uşağın fəaliyyət məhsullarının təhlilindən gedir. Yəni əl işlərinə baxırıq uşaqların. Fəaliyyət məhsulu əl işi deməkdir, müəllimlər. Əl işinə baxırıq, qiymətləndiririk ki, aha, uşaqda görəsən inkişaf varmı? Düzgün rəngləyirmi? Cızıqdan kənara çıxmırmı? Necədir? Yəni onun motorikasına, yəni inkişaf etdikcə, motorikası inkişaf etdikcə əl qabiliyyəti də daha da yaxşılaşmalıdır da. Uşağın əl işlərinə baxıb qiymətləndiririk ki, əvvəlki əl işlə indiki əl işi arasında fərq var yoxsa yox. Portfolioda isə artıq uşağın inkişafına dair bütün sənədləri biz burada toplayırdıq. Yığırdıq əl işlərini, uşağın hekayəsini, özü haqqında bütün məlumatları bir növ bir portfelə yığmaq kimi yığıb bir qovluq şəklində tamamlayırdıq. Deməli, burada qiymətləndirmədə bir məsələ də var ki, uşaqlar öz təlim nailiyyətlərini, müəllimlər bu son hissəyə baxın, müxtəlif yolla nümayiş etdirirlər. Seçilmiş vaxt, uşağın əhval-ruhiyyəsi, verilən sualların xarakteri də, məzmunla uşağın tanışdığı, onun təlim dilini asanlıqla başa düşməsi əlbəttə ki, nəticələrə əhəmiyyətli dərəcədə təsir göstərəcək. Deməli, qiymətləndirmədə də nəyə fikir vermək lazımdır? Fərdi yanaşmaya. Yaxşımı? Burada da mütləq şəkildə fərdi yanaşmaya fikir verilməlidir. Çünki hər uşağın inkişafı fərqli istiqamətdə və fərqli ruhda gedəcək. Deməli, müəllimlər, bugünkü izahımız bu qədər. Gecəniz xeyrə qalsın. Gələn aydan dərslərimizin necə davam edəcəyi barədə də sizə məlumat göndərəcəm və bir də dedim ki, tətildən sonra ümumi sizə testi göndərəcəm link şəklində. Çünki mən demişdim ki, imtahan formatında 60 suallıq link vasitəsilə sizə göndərəcəm elektron testlər. Bunlar qarışıq testlər olacaq hər növdə. Onları tətildən sonra işləyərsiniz. Tətil ərzində göndərmək istəmirəm, çünki bu yeni il tətildir, müəllimlərin başı yeni il hazırlığına falan qarışıqdır. Yeni il tətilindən sonra ümumi keçdiyimiz mövzular əsasında testi sizə yollayacağım. Orada da artıq özümüzü dəyərləndirərik. Yaxşımı? Nəsə bir sualınız yoxdursa, sağ olaşaq müəllimlər. Çimnaz, mən də çox sağ olun, təşəkkür edirik. Tüm mövzuları bizə aydınlatırsınız. Allah canınızı sağ eləsin, ömrünüz uzun olsun. Qarşıdan gələn bayramımız mübarək olsun. Sağ olun, Sarı müəllimə. Mən də təbrik edirəm. Müəllimə, belə bir şey deyək də, yəni bu 4-5 gün ərzində dərs olmayacaq da, belə başa düşdük, hə? Yox, müəllimə, ayın ikisində dərs olacaqdı. Elə bil ki, sabahın dərsini bugün, daha doğrusu sabahın dərsini dünənə keçirmişdik. Və ayın ikisi, həftənin 5-ci günü sizinlə dərsimiz olacaq bu qrupda. İnşallah. Yazmışdım qrupa, səhv eləm. Orada qrup